Təsəvvür edin, ağciyər xərçəngi hüceyrələrinin düz 97%-də mikroplastiklər tapılıb. Bu sadəcə dəhşətdir. Okeanlarımızı qaynadan təkciyəyin karbon qazı olduğunu düşünürsünüzsə, yanılırsınız. Tamamilə fərqli və şok edici bir səbəb var. Bəli, CO2 yeganə günahkar deyil. Reallıq düşündüyümüzdən qat-qat daha mürəkkəb və qorxuncdur. Planetimizi məhvə sürükləyən əsl gizli fəlakət nədir? İnanmayacaqsınız, amma bu birbaşa nanoplastiklərdir. Təsəvvür edin, binada mərtəbələr tıxanıb və istilik yuxarı qalxa bilmir. Okeanlarımızda da tamamilə eyni vəziyyətdir. Alim Gerald Pollack sübut edir ki, bu kiçik zərrəciklər okeanda qorxunc istilik tıxaclar yaradır. Tədqiqatçı Raytheon'un məlumatlarına baxın. Qlobal seismik enerjinin necə dəhşətli dərəcədə sürətlə artdığını görürsünüz. Bu kəskin zəlzələ artımları qlobal istiləşmə qrafiki ilə eynən üst-üstə düşür. Təsadüfdürmü? Qətiyyən yox. Bergman və Romero Castello'nun qeyd etdiyi kimi, plastik istehsalı ilə okeanın qızması qrafikləri bir-birini dəqiqliyi ilə təkrarlayır. Şok edici bir fakt. Plastiklərin tam 99%-i okeana qarışaraq ən dərin qatlara qədər çöküb. Bəs nəticə nədir? Dərin sular əvvəlkindən düz 15 dəfə daha sürətlə qaynayır. İnanılmazdır. Alim Artur Viterito da təsdiqləyir. Okeanın dibindəki silsilələrdən nəhəng miqdarda geotermal istilik yayılır. Amma nanoplastiklərin yaratdığı tıxaclara görə okean bu qaynar istiliyi səthə çıxarıb ata bilmir. Yəni planetimizin əsas soyuducu sistemi bu görünməz plastik qatının altında sadəcə çökür və sıradan çıxır. Məsələ təkcə okeanlar deyil. Bu zəhərli mikroskopik hissəciklər sizin və mənim hüceyrələrimizə qədər sızır. Onların elektrostatik yükü birbaşa hüceyrə membranlarımızı dağıdır və mitoxondriyalarımızın işini alt-üst edir. Yəni aydın məsələdir. Həm planeti qaynadan, həm də bizi məhv edən elə eyni görünməz düşməndir. Yaxşı, bəs çıxış yolu nədir? Yalnız qlobal, birləşmiş elmi əməkdaşlıq bizi bu fəlakətdən qurtara bilər. Hökumətləri hərəkətə keçirməyin tək yolu var. Bu problemi dünyada bir nömrəli müzakirə mövzusuna çevirməliyik. Vaxtımız daralır. Gələcəyimizi xilas etmək üçün bu izahlı materialı dərhal paylaşacaqsınızmı? Hər şey sizin əlinizdədir.